Kombisi var. Hayır. Ben senden soruşmam, ondan soruştum. De. Hoş gördük değerli dostlar. Birinci başlayaq hardan? Kombidən. 3 otaqlı həyət evi. Bax, görüm kombisi var. Aha, var da, ya, alalım. Kombisi var. Əla. Kombisi var ama krişkası yoxdur. Gəl. Əla, özü İtalyanski kombidir ya. Fikir ver. Superdir. Qapağı yoxdur amma işləyir də. Bu elə bir qapaq əvəzidir. Hə, deməli, həyət evimiz bir maşın. Oradan da plakanla ki, buranın nabest edirsən qəşən. Oturursan altında. Gül çiçək yerləri də orada. Orada bulağı da var. Sonra evin yan böyrünə keçmək olur. Qıraqdan. Kürsülü evimizi Xırdalanda yerləşir. 2 və 9 sayılı məktəbdən harada? Aşağı hissədə, aşağı küçədə. Burada giriş hissəsində 3 otaqda bir mətbəx olur. 3 dənə də otaqdır. Geç olar, ora mətbəxidir, çəkinə. Bura qonaq otaqlarıdır. Təmirlidir. Yaxşıdır. Az-təminatlı ailələr üçün, bütçəsi az olan ailələr üçün münasibdir. Burada onun hol hissəsi də iridir. Burada şkapsaq da yığmaq olar. Sanitar qovşağın özəlliyi nədir? Kürsüsü var. Burada uşaqlar üçün yataq otaq. Bir dənə fikir verin. Bax, pencərələrin ağzında məsafədə var, gün də düşür. Onun qalınlığına bax, köhnə tikili evdir. Bu çoxdanın tikilisidir. Gör onun divarın qalınlığına bax. Qoşa daş dilləri, buna deyirlər qoşa daş yarım. 2 daş yarımda. Gəl. Burada böyüklər üçün yataq otağıdır. Geniş. Bu boyda, bu boyda. Sonra boydadır. Həqiqi bunu deyirlər. Qiyməti 60.000 manata. 60.000 manata. Kupçalı, sənədi də kupçadır. Deməli, burada özəlliyi nədir? Kupçadır. Rahatlı da qeydiyyata düşə bilirsiniz. Aldı-satdan notarial qaydı olur. Əla variantdır. 3 otaqlı kupçalı 60.000 manat. 60.000 manata. Kimə bu ev barədə məlumat lazımsa bizə əlaqə saxlasın, bizə zəng etsin. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım.